Bərdə rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şura rayon sakinlərinin maraqlarının qorunması, ictimai nəzarətin gücləndirilməsi və vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm fəaliyyət həyata keçirir. İctimai Şuranın sədri Vüsal Bayramov ictimai fəallığı, vətəndaş müraciətlərinə həssas yanaşması və rayonun sosial problemlərinin həlli istiqamətində təşəbbüsləri ilə seçilir. Onun rəhbərliyi altında Şura vətəndaşların müraciətlərinin dinlənilməsi, aidiyyatı qurumlara çatdırılması, ictimai əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi və müxtəlif maarifləndirici tədbirlərin təşkili ilə məşğul olur. Şura üzvləri mütəmadi olaraq rayon ərazisində monitorinqlər aparır, sakinlərin fikir və təkliflərini öyrənir, sosial problemlərin həlli istiqamətində dövlət qurumları ilə birgə fəaliyyət göstərirlər. İctimai Şuranın əsas məqsədi dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, şəffaflığın artırılması və ictimai iştirakçılığın genişləndirilməsidir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər rayon sakinləri tərəfindən müsbət qarşılanır və ictimai nəzarətin güclənməsinə öz töhfəsini verir. Mirələ Məhmədov, Gülbahar Ülkər, Aran TV, Bərdə.